Leçonun hazırlanması. Pomidorları çeken maşından çekip üzerine bitki yağı, duz, şeker töküp ocağın üstə qoyuruq. Suyu biraz çəkilənə qədər 10 dəqiqə bişiririk. Biberləri zövqə görə doğrayırıq. Biberləri pomidorun üzərinə töküb 20 dəqiqə bişiririk. Biberlər əzilməməlidir. Bişən müddətdə təmiz bankaları və qapaqları sobada sterilizə edirik. Götürməmişdən 5 dəqiqə əvvəl uksuz töküb qarışdırırıq. İsti-isti bankalara yığıb qapağın kənarlarını skoçlayıb sərin yerdə saxlayırıq. Kanalıma baxmağı və abunə olmağı unutmayın.